Mən bir hədiyyələri də asım da sizin yanınızda. Həyəcanlıyam bayaq. Könül xanım ilk qonaqdır ki, hədiyyələrlə gəlibdir. Çığırdan yeri olacağım. Möhtəşəm kitab, əla. Əslində başqa kitab gətirmək istəyirdim. Aha. Vegetarian əsərini. Sadəcə evdə baxdım, gördüm, özüm üzərində qeydlər aparmışam. Özümdə olanları da hamısını paylamışam demək olar ki. Möhtəşəm. O kitabı oxumağı çox istəyərdim. Adı nə idi? Vegetarian. Vegetarian. Hətta yazıcı Hangang Nobel mükafatı da aldı. Məhz o əsərinə görə bir çox dilə tərcümə olunub. İngilis dilinə tərcümə olunandan sonra belə deyim də dünyaca artıq oxunmağa başladı, dünyaca məşhur olmağa başladı. Nə gözəl. Bir Koreyalı əsərini oxumuşam əslində və mən normalda da Koreya belə hekayə anlatımını çox bəyənirəm. Həm filmləri ilə də bir çox Hollywood filmləri və türk filmləri Koreya filmlərindən oğurlanır, yəni ssenari olaraq. Təzə çıxmışdı həmin kitab. Mən ona qulaq asdığım vaxtı adı da yadıma düşməyəcək. Şizofren bir adamla bağlı idi. Hardasa 2021-2020-21. Hansı dildə oxumuşdun? Mən türkcə qulaq asmışdım. Bir qatilin gündəliyi deyil. Özüdür deyəsən. Deyəsən özüdür. Onu tərcümə eləyəcəm mən. Doğrudan Azərbaycan dilinə. Seçilib o, müəllif hüquqları alınıb. Tərcümə olunacaq. Rafael Babazadə mənim qrup yoldaşım olub. Bir çox kitabları, bir çox deyəndə vegetariandan başqa mənim ümumi tərcümə elədiyim 3 kitab var. Birincisi Vegetarian olub tək tərcümə eləmişəm. İkincisi Şahzadə Baridi Rafael Babazadə ilə birlikdə tərcümə eləmişəm. Bu kitabı da çağırdığın yerdə olacağam Rafael Babazadə ilə eləmişəm. Bunu siz tərcümə eləmisiniz? Bəli, mən də qrup yoldaşım Rafael Babazadə. Möhtəşəm. Ayda möhtəşəm. Salam dəyərli Azərbaycan gəncləri və gəncliyini yaşaya bilməyən yetkinlər. Yarım qalmış işlər üzrə mütəxəssis Emin Davud ilə yarı cahili izləyirsiniz. Bugünkü qonağım Koreya dili müəlliməsi Könül Kamilzadədir. Niyə son bir 10 ildir yeniyetmələr, yəni daha Z generation Koreyalılara qarşı aşırı bir sempatiyaları var? Yəni niyə məsələn Yaponiyaya da olanları var, düzdür, anime sevənlər falan daha çox, yəni Yapon mədəniyyətinə də belə maraqla yanaşanlar, maraqlananlar var. Amma Koreya son vaxtlarda çox qəribə. Məsələn, heç kim Malezya və ya nə bilim qəribə Rusiyanı çox sevən mədəniyyətli falan insanlar görməmişəm. Bu qədər, yəni fanatik. Niyə bu belə olur? Yəqin ki, daha çox K-pop-u nəzərdə tutursan. K-pop-a da bax. Məsələn, K-drama. Yes, K-drama baxırlar. Ancaq Koreya seriallarına baxırlar və mən həyatımda belə çox insan tanımışam. Bakıda yəni çox qəribə bir şəkildə. Mən özüm də yəni müəllimlik fəaliyyəti dövrümdə deyərdim ki, son bir 5 ildə sırf K-pop fanatı, K-drama fanatı olanlar həddən artıq çox qəbul olmağa başlayıb. Əvvəllər əgər sadəcə dilə marağım var, biraz fərqli dildə, ona görə qəbul olmuşam bu fakültəyə deyirdilərsə, indi sırf K-pop-a marağım var, K-dramaya marağım var, kimisə fanatıyam, yəni buna görə daxil olmuşam deyənlər daha çoxdur. Məncə birincisi performans məsələsidir. Çünki həqiqətən də can qoyurlar. Yəni mən düzdür K-pop deyim ki, izləyicisiyəm, qulaq asıram xüsusi olaraq, çox ritmik mahnılara qulaq asa bilmirəm. Daha çox sakit mahnılara üstünlük verirəm. Amma məsələn BTS fanları çoxdur Azərbaycanda, Blackpink fanları çoxdur Azərbaycanda. BTS-in özüm də bir DNA səhv eləmirəmsə olmalıdır. O musiqisinə qulaq asmışam və müxtəlif səhnələrdə onların o performanslarını görmüşəm. Həqiqətən də can qoyurlar. Yəni çox gözəl performans olur. Hər dəfə fərqli performanslar olur. Yəni bu səbəbdən məncə sevirlər. Bir də ümumiyyətlə Koreyalıların gözəlliyə meyilimi desəm, yoxsa gözəlliyə aşiqdirlər. Ona görə əksəriyyəti plastik əməliyyat keçirdir və s. Sırf görünüş olaraq gözəl görünsünlər deyənə və xüsusilə də qız fanatlar çoxdur deyərdim ki. Və əlbəttə ki, məncə görünüşün də önəmi var. Serialın baş qəhrəmanı olsun, yaxud idollar olsun və s. Görünüşə görə də bəli, xüsusi rəğbət. Mən araşdırmışdım bunun niyə ola biləcəyini deyə. Yenə sizin dediyiniz tərzdə bir cavab tapmışdım sözün düzü. K-popda gələcək karyera quracaq uşaqlar məktəb vaxtlarından səhər 6-da yuxudan dururlar. Gəlirlər saat 8-ə qədər məktəbdə dans dərsləri keçirlər. Sonra dərsə girlər. Sonra dərsdən sonra təzədən gəlirlər yenə dans etməyə və ya musiqi ilə bağlı bir dərslərə girirlər. Bu amma məni yenə təmin eləmədi sanki. Yəni bu həqiqətən sadəcə çox işləməklə bağlı bir şeydirmi? Onunla da bağlı ola bilər. Bəlkə belə bir şeylə də bağlı
bağlı ola bilər ki, mənim müşahidəmlə deyim, gənclər biraz daha elə bil öz içinə qapanmağa meyllidirlər, çox danışmamağa, yəni ətrafları olur, düzdür, amma daha çox özləri ilə vaxt keçirməyə daha meyllidirlər və əslində K-pop nümayəndələrinin də əksəriyyətində yenə dediyim kimi mən öz müşahidəmə əsasən deyə bilərəm ki, əksəriyyəti sanki seriallarına da baxanda sanki o mesajı ötürür, ətrafla çox ünsiyyətdə olmamaq, özlərinə qapanmaq, bu kimi və yaxud da çox qısa cavab vermə. Məsələn, qarşı tərəf nəsə sual verir, deyək ki, K-dramada olur elə səhnədə, qarşı tərəf nəsə sual verir, çox qısa cavab verir və yaxud da soyuq cavab verir. Yəni belə şeylərə də rast gəlmək. Bəlkə özlərini tapırlar onlarda. Mahnıların sözlərində bəzən ola bilər ki, mesaj ötürürlər. Bilmirəm, mən də tam olaraq dəqiq deyə bilməyəcəm. Sadəcə müşahidələrim bu yöndədir. Bu həmin o qızlarda, o həmin adamlara və Koreya mədəniyyətinə olan maraq necədirsə, sizdə məncə elə oxşar bir şey deyil və ya eyni səbəbdən deyil ən azından da. Və sizdə necə başladı bu maraq? Mənim bacım İtalyan dilini oxuyub bizim universitetdə, Dillər Universitetində. Biz 3-cü qrupa hazırlaşırdıq, mən də. Bacım Patok dərslərində Koreyalılarla, Koreya dilini öyrənən tələbələrlə birlikdə oxuyurdu. O dedi ki, yəni onların şansları daha çoxdur. Koreyalı müəllimlər ancaq tədris eləyir, Koreya dilini və Koreyaya getməyə şansları var, işləməyə şansları daha çoxdur. Və mən də əslində fərqli dil öyrənmək istəyirdim. İngilis dili deyil, çünki ingilis dilini harda olsa öyrənmək olur demək olar ki. Buradan başladım, yəni Koreya dilini, olsun Koreya dili onda. Elə öyrənməyə başladım. Yəni xüsusi deyim ki, ondan əvvəl mənim Koreya haqqında bilgim var idi, Koreya mədəniyyətinə bağlılığım var idi, elə bir şey yox idi. Çox qəribə bir şəkildə Koreyalılara biraz yəni gözünüz biraz daha qısır, yəni bilmirəm Koreyalılar. Bunun səbəbi nədir bəs sizə? Səbəbi təsadüfi bir şey. Bəlkə təsadüfi bir şey. Bir də çox qəribə bir şəkildə yoldaşınızı da gördüm. Mən yoldaşınız da sizə çox oxşuyur. Yoldaşım oxşaya bilər, çünki onun qanında Tatar, nənəsi Tatardır. O səbəbdən bəlkə oxşaya bilər. Amma məndə heç bir elə genetik heç bir bağlılığı yoxdur. Çox belə təsadüf sanki o türklərin dediyi qədər, taley kimi bir şeydir sanki. Çox maraqlı. Mən Koreya filmlərini dediyim kimi çox sevirəm. Yəni baxıram arada. Yəni Hollywood filmlərindən bir ayırmıram. Oldboy filmini siz hətta zamanında mənə tövsiyə eləmişdiniz müəlliməm olduğunuz vaxtlarda. Düzdür, mən də Koreya dilini götürmə səbəbim sadəcə ən rahatı odur dedilər. Mənə də çox qəribə gəlmiş ki, necə ola bilər ki, bizdən heç bir əlaqəsi olmayan bir dil daha rahat ola bilər İtalyan dilindən və ya Alman dilindən də. Yəni daha coğrafi olaraq da çox uzağıq, mədəniyyət olaraq da çox uzağıq. Koreya dili rahatdırmı və niyə rahatdır? Rahatdır nə mənada? Əlifbasını öyrənmək bəli rahatdır. Çünki bilməm yadında qalıb 24 hərf var idi. 24 hərfdir. Düzdür. Əsas hərflər 24 hərfdir. 14 samitdir. Qoşa samitləri də əlavə eləsək 19 samitdir. 10 saitdir. Bura diftonqlar, sait birləşmələrini və s. əlavə eləsək 21 saitdir. Yəni bir günə öyrənmək olur. Koreya əlifbasını bir günə rahatlıqla öyrənmək olur. Amma dili mən deyərdim, mən 2010-cu ildə qəbul olmuşam universitetə. 2010-cu ildən bu günə qədər 2025-ci ilə qədər 15 ildir ki, artıq bu dilin içərisindəyəm və çox necə deyim, oxşar sözlər olsun, müəyyən situasiyalara görə eyni mənada olsa da fərqli deyilən sözlər həddən artıq çoxdur deyənə bu dili mən hələ də öyrənirəm deyərdim ki, hər dəfə yeni bir şeylər çıxır, tam mükəmməl bilirəm deyə bilmərəm. Amma yəni elə bir başlanğıc üçün giriş çox rahatdır sanki də. Yəni məsələn giriş bəli rahat. A2-yə çatmaq çox rahatdır. Bəli, A2-yə çatmaq çox rahatdır. Yəni 6 ay, maksimum 6 aya normal şəkildə oxuyan tələbə topik imtahanı var. Koreya dilini test imtahanı deyək də belə rəsmi şəkildə. Topik imtahanını keçmək A2 səviyyəsində çox rahatdır, çox asandır. Sizcə bəs məsələn Azərbaycan elə bir şey eləyə bilərmi gələcəkdə? Çünki bunun hardasa siyasi bir rolu olduğuna da inanıram. Yəni Koreya sanki Cənubi Koreya bunu bir PR halına özü gətirib və dövlət də məncə dəstək olur bu tip şeylərə. Yəni uşaqların bu
təhsilinə ola bilər və s. Sizə Azərbaycan elə bir şey eləyə bilər gələcəkdə fərqli xalqlar tərəfindən? İlk öncə məs Koreyanın dəstəyini, dövlət dəstəyini və s. o barədə deyim. K-pop-a tam olaraq deyə bilmərəm, amma məsələn verdiyim kitabı məs Koreya maliyyələşdirib. Yəni belə şeylərdə biraz Koreya ədəbiyyatının, Koreya mədəniyyətinin dünyaya tanıdılması olsun, Koreya şünaslığının ümumiyyətlə dünyaya tanıdılması olsun, dövlət çox böyük marağı var belə işlərə və dəstək də eləyir. Düzdür, son zamanlar biraz azalıb, iqtisadi cəhətdən biraz çətinlik çəkdiklərinə görə, amma yetəri qədər var məncə. Qaldı ki, Azərbaycana məncə yenə təkcə dövlətdən deyil, biraz insanlardan da addım gözləmək lazımdır. Xüsusilə son zamanlar Azərbaycanda da ad çəkmək olar, kanal adı çəkmək olar, yoxsa buyurun çəkə bilərsiniz. İTV-də məsələn Azərbaycan seriallarının, baxılası Azərbaycan seriallarının çəkilməsidir. Sonra mahnı olaraq da deyərdim ki, normal rep sahəsində hətta deyərdim ki, yəni məncə yüksəliş dövrüdür demək olar. Mən də çox qulaq asmasam da, bəzilərinə qulaq asıram, yox sevdiklərim də var yəni. İnsanlardan da çox şey asılıdır. Bir nəsə onlar da addım atmalıdırlar ki, həqiqətən öz sahəsini sevən insan olmalıdır ki, bir dövlət də dəstək görsün. Koreya qədər olarmı? Məncə performans baxımından sən özün də bayaq qeyd elədin ki, onlar səhər tezdən dururlar, bir şeyin üstündə çox çalışırlar. Bizdə bu şey nə dərəcədə var, onu deyə bilmərəm. İnsanların qanında o şey nə dərəcədə var, onu deyə bilmərəm. Olsa ola da bilər. Niyə də olmaz? Amma məsələn bu məntiqlə gedəndə çox da rahatmış kimi gəlir. Yəni həqiqətən düzgün bir disiplinlə böyüdən bir uşağın Azərbaycan səviyyəsində aşırı uğurlu və ya nə bilim məşhur deyək və ya hər hansı bir incəsənət və ya idman sahəsində uğurlu olmağı çox rahat gəlir. Çünki rəqabət çox azdır. Yəni hamı yatır deyə, yəni bir valideyn bu qədər disiplinlə uşağını böyütsə və buna öyrəşdirsə bir şəkildə psixoloji olaraq həqiqətən çox rahatlıqla uğurlu ola bilər məncə. Koreya dilindən mənim bir sualım var idi. Koreya sözü hardan gəlir? Yəni çünki Koreya dilində Koreya Hanguk uydu səhv eləmirəmsə. Koreya sözü hardan gəlir? Biz niyə Koreya deməyə başlamışıq? Kim başlayıb bunu Koreya? Əslində Koreya sözü Goryo sözündən əmələ gəlib. Goryo Koreyada sülalələr olub. Məsələn, Goryo sülaləsi, Joseon sülaləsi və s. hakimiyyətdə olan sülalələrin adı olub. Türkiyədə Osmanlı kimi də məsələn. Bəli. Ümumilikdə isə Guk əslində Hanguk sözünün özü Koreya dilində Çin hancaları deyilən litoqraf olmalıdır, səhv eləmirəmsə. Hecalardır. Koreya dilinə keçib həmin hecalar və Hangılla, Koreya əlifbası ilə yazılır. Məsələn, Guk sözünün özü ölkəni bildirən bir hecadır. Söz deməyək, hecadır. Məsələn, Miguk Amerika deməkdir. Orada da Amerika sözünün özündə də Guk sözünü görə bilərik. Çungukla Çin deməkdir. Çin sözünün özündə də görə bilərik. Yəni o Guk sözü özü ölkəni bildirir. Han da yenə bir yerdə oxuduğuma əsasən saf, qanı qarışmayan bir mənasında istifadə olunur. Yəni çox başqa ölkələrin, başqa xalqların hücumuna məruz qalmayıb deyənə, bu cəhətdən qanı çox qarışmayıb digər millətlərlə, digər xalqlarla. Ona görə saf ölkə mənasında belə də açıqlama verilir. Miguk Amerika deməkdir. Mi nə deməkdir bəs? Mi gözəl mənasında da onlar Amerikanı gözəl ölkə olaraq təsvir etdiklərinə görə. Məsələn, Çunguk Çin deməkdir. Çünki orta deməkdir. Yəni orta ölkə, dünyanın mərkəzində yerləşən ölkə. Necə sadə məntiqlə gediblər, çox gözəldir. Niyə Koreya hücuma məruz qalmayıb bəs? Əslində qalıb. Çinin hücumlarına məruz qalıb keçmişdə, sonra Yaponiyanın müstəmləkəsi olub. Amma ki yəqin ki daha yaxın ölkə olduqlarına görə qız alıb. Çox bəli, o cəhətdən çox qan qarışmayıb. Çox qəribədir onların bir-birinə qarışmamaq. İnsanlar onları qarışdırır, amma onlar heç vaxt bir-birlərinə qarışmayıblar. Cənubi Koreyadan biz danışırıq da, ancaq danışanda. Bəs bu Şimali Cənubi Koreya məsələsi, düzdür, indi hər kəs bunu internetdən araşdırıb ola bilər, amma qısa bir məlumat versəz yaxşı olardı. Əslində tam olaraq mənim sahəm deyil. Ona görə çox belə necə deyə, özgüvənli şəkildə danışa bilməyəcəm bu barədə. Amma belə deyə bilərəm ki, Cənubi Koreyanın dili çox təsirə, ingilis dilinin təsirinə çox məruz qalır hal-hazırda. Öz sözləri olduğu halda ingilis dilindən keçmə sözlərə daha çox meyl eləməyə başlayıblar. Məsələn, həyat yoldaşı sözü olsun, qadın mənasında məsələn, ane, buin sözü varsa, wife sözündən
istifadə edirlər. Hətta mən dərs keçəndə orada da Konglish deyirdik biz bunu, ingilis dilinin Koreya dilinə keçib biraz koreyalaşması. F söz hərfi yox idi səfərdə. F hərfi yoxdur. Ona görə Y-P kimi yazırlar. Və yaxud da məsələn ice cream, dondurma və bu kimi sözlər. Bildiyim qədərilə Şimali Koreyada dondurmaya orun bingsu deyirlər. Tam olaraq Koreya sözüdür. Amma Cənubi Koreyalılar o sözdən heç istifadə eləmirlər. Ice cream deyirlər. Ice cream. O cəhətdən Cənubi Koreya daha çox ingilis dilinə məruz qalır. Şimali Koreya o baxımdan biraz daha patriotdur deyirlər. Amma belə qayda qanun olaraq düzünü desəm, yəni o qədər də açıq ölkə olmadığına görə, bir qapalı ölkə olduğuna görə yazılanların nə dərəcədə düzgün olduğunu deyə bilmərəm. İnsanları qorxurmu? Yəqin ki, qorxur. Bəs məsələn Şimali və Cənubi Koreya əvvəllər bir Koreya olubdu, düzdür? Bir ölkə halında olublar. 50-ci ildə dağılmağa başladılar. Bir nəsil, sonrakı nəsil. Mən bununla bağlı bir şeylər bilirəm, amma bunu hardan bildiyimi bilmirəm. Sizdən mi öyrənmişəm, yoxsa Netflixdə bir dokumentardan öyrənmiş ola bilərəm. 3 nəsildir varlar, yəni üçüncüdür hal-hazırdakı şahzadələri, yəni kralları, səhv eləmirəmsə, indikinin babası zamanında bu diktatorşipi yaradıbdı və diktatorşipi yaradanda da filmlərdən istifadə edibdi. Bununla bağlı bir məlumatınız var. İnsanlara təsir eləyib həmin özünün, yəni diktatorun müqəddəs bir insan olduğunu göstərmək üçün Hollywooddan rejissorlar çağırtdırıb və ona film çəkdirib. Koreyanın bir yaradılış hekayəsi var idi. Siz bunu danışmışdınız zamanında. Ayı ilə bağlı idi səfərimiz. Onu bir dənə danışa bilərsiniz qısaca? Danışa bilərəm. Bu yaxınlarda tələbələrimə də qoymuşdum. Doğrudur. Hannin adlı səmada yaşayan bir kral olur. Bunun da oğlu Hanung yerlərə enmək istəyir, belə deyək. Oranı idarə eləmək istəyir. Və müəyyən bir qrup insandan onu göndərir atası aşağı. Kənd təsərrüfatının, əkib becərməyi və s. insanlara öyrətməyə başlayır. Ayı ilə pələng bunu eşidirlər və insan olmaq istəyirlər, insana çevrilmək istəyirlər. Gedirlər Hanungun yanına və deyirlər ki, biz də insan olmaq istəyirik, bizi insana çevir. O da şərt qoyur ki, yovşan və sarımsaq verir onlara. Deyir, 100 gün ərzində mağaradan çıxmadan əgər bunları yesəz, insana çevriləcəksiniz. Pələng dözmür sona qədər, çıxır ortada, acır çünki. Ayı sona qədər dözür və gözəl bir qıza çevrilir. Sonda gözəl bir qıza çevrilir və Hanung onunla evlənir, ailə qurur. Onların da bir uşağı olur, adını Dangun qoyurlar. Dangun da məhz bu Koreyanın yaradıcısı Gojoseon dövlətinin əsasını qoyur. İlk Koreya dövləti hesab olunur. Gojoseon dövlətinin əsasını qoyur. Səhv etmirəmsə 2333-cü il olmalıdır eradan əvvəl və bununla da deyirlər Koreyanın tarixi başlayır. Gojoseon dediyiniz Koreya sözünün gəldiyi nəslin adı idi, yoxsa? Goryodur. Hə, o başqa şey. Tamam. Hə, qaydaq həmin o diktatorşipi, həmin insanların bu bildiyi yaradılış hekayəsini yenidən film olaraq çəkib, sanki bu adamı o zamanlarda xilaskar kimi göstərilən bir filmlər yaratdı və insanlar bunu izlədibdi və insanlar zamanla həqiqətən də o diktatora sempatiya duymağa başlayır. Çünki xüsusilə o 50-ci illərdə falan filmlərin insanların üzərindəki təsiri çox-çox böyük idi. Yəni ki, Hollywooddan bunu bilirdilər. Və bunu da davam eləməyə başladılar. Biraz atası batırıbdı ortalığı əslində. Yəni indiki diktatorun atası çox da şey eləməyib, buna önəm verməyib və onun zamanında səhv etmirəmsə daha problemli olubdu Koreyanın zamanında. O daha qəddar olubdu məncə. Amma bu indiki təzədən o film söhbətinə qayıtdığını bilirdim. Hətta indi də bəzi rumorlar var ki, sanki onların filmlərində çoxunda belə baş rollu bu adamın xarakterini yaradılar falan da. Yəqin ki, bunu mən özümdən uydurmuş olmaram bir yerlər. Yəqin ki. Əsli son günlərdə baxdığım bir şey deyil. Bir anda indi söhbət eləyəndə ağlıma gəldi ki, belə bir şeyə Günəşin oğlu səhv eləmirəmsə, özünü elə də adlandırırdı. Hə, qurucusu da. Günəşin oğlu. Günəşin oğlu. Hə, nə maraqlı. Karyeranız necə bəs baş tutdu? Yəni Dillər Universitetini oxudunuz. Ondan sonra nə planlayır? Başqa bir şey planlayırdınız və karyera getdiniz? Əslində bəli. 2010-cu ildə mən qəbul olmuşam universitetə. 2011-12-ci illər mübadiləsi tələbəsi olaraq Koreyada oxumuşam. Həmin proqramla da gedəndə biz 4 ilin sonunda mən universiteti bitirəndə
artıq Koreya dövlətinin maliyyəsini alaraq, belə deyək, Koreya Təhsil Nazirliyinin maliyyəsini alaraq Koreyada oxuya bilməzdim. Elə bir şərtləri var idi onların ki, Koreyada öz hesabına gedən insanlar sonradan gedə bilməzdilər, yəni dövlət hesabına. Academy of Korean Studies, AKS deyilən bir universitet var. Ora ancaq müraciət eləyə bilərdim birbaşa. Müraciət elədim sosiologiyaya və qəbul oldum. Qəbul oldum, amma bilmirəm, istəmədiyim sahə idi və qrup yoldaşlarımdan 3 yoxsa 4 nəfər gedirdi. Onda da belə bir şey olmuşdu həmin il ki, Gürcüstandan imtina eləmişdilər, tələbələr getmək istəməmişdilər deyənə Azərbaycana çox yer ayrılmışdı və mənim qrup yoldaşlarımdan da gedənlər çox idi. Mən də biraz ona qapılmışdım ki, yəni qrup yoldaşlarım gedir, hamımız bir yerdə gedərik, lap yaxşı. Birinci əyləncəni düşünürdük ki, yəni birlikdə orada vaxt keçirəcəyik və s. Amma sonra elə oldu ki, gördüm, yəni istəmədiyim bir şeydir. Əslində istəmədiyim sahədir. Mənim bir Koreyalı müəllimim, hətta 2 Koreyalı müəllimim var idi. Biri bizə 2 il dərs demişdi. Çox şey öyrənmişdi. Yəni ondan təkcə dillə bağlı deyil, hər şeylə bağlı demək olar ki, biz özü psixologiyaya və s. marağı var idi. Çox gözəl dərsdən kənar görüşəndə çox gözəl şeylər danışırdı. O mənə dedi ki, yəni istəmədiyin sahədə görünür və Azərbaycanda demək olar ki, Koreya dilini tədris edən azərbaycanlı yoxdur. Çox qısa müddətdə tədris edənlər var idi. Düzdür, məndən əvvəl Günay müəllimə var idi. Bizdə Koreya dilini tədris eləyirdi. Nəsə biraz onunla danışdım. O biraz fikrimi dəyişdi. Sonra Ç müəllim hal-hazırda da özü Azərbaycandadır. Sejong İnstitutunun rəhbəridir. O biraz dedi ki, bəs kitab tərcümə edə bilərsən, bəlkə qalıb müəllim kimi işləyəsən. Elə başladı mənim müəllimlik fəaliyyətim. Xəzər Universitetində əslində 2015-ci ildə. Birinci orada başladı. Mən magistrada son anda sənədlərimi verdim. Anamın istəyi ilə burada da verdim. Dedi, bəlkə də getməyəcəksən, bəlkə burada oxuyacaqsan. Yaxşı ki də vermişəm. Sonra Dillər Universitetində davam etməyə başladım. İndi Mühəndislik Universitetində ikili diplom proqramında da Koreya dilini tədris edirəm. Sonra da tərcümə sahəsinə yönəldim. İndi həm dərs deyirəm, həm bəzi proqramlarda iştirak elədik, bəzi layihələri həyata keçirdik. Koreya dilinin qrammatikası başlanğıc səviyyə o kitabı ərsəyə gətirdik proqram çərçivəsində. Bizim vaxtımızda mən o kitabım bu arada hələ də durur. Koreya ingilis dilinə bizim kitabımız, yəni Koreya dilindən ingilis dilinə tərcümə ilə idi kitabı. İndi düzdür, tədris kitabları yoxdur, sırf Koreya dilində, Azərbaycan dilində yoxdur, amma Koreyaca, Azərbaycanca lüğət var, qrammatika kitabı var başlanğıc səviyyə üçün və davam elətdirməyi də düşünürəm. Bu arada məncə daha yaxşıdır, çünki xatırladığım qədərilə, yəni Koreya dili ilə ingilis dilindənsə Koreya dili Azərbaycan dilinə daha yaxındır, düzdür? Cümlənin quruluşu belə hətta mübtəda, tamamlıq, xəbər, sof dillər səhv eləmirəmsə. Hətta rus dili ilə müqayisədə də daha rahatdır Koreya, Azərbaycan, Azərbaycan, Koreya. Düz. Yəni Koreya dilindən bəs rus dilinə tərcümədənsə, yenə Koreya dilinə Azərbaycandan yaxşıdır. Yəni o baxımdan əslində sinxron tərcümələr Koreya, Azərbaycan dili, Azərbaycan, Koreya dilindən daha rahat olur. Yəni şəkilçilər belə hətta, yəni feillərin sonuna daxil olur. Məsələn, bizdə zaman bildirən şəkilçilər, Koreya dilində zaman bildirən şəkilçilər var, amma şəxs bildirən şəkilçilər yoxdur. Məsələn, biz deyirik ki, mən gedirəm, sən gedirsən, şəxs sonluqları var. Amma Koreya dilində xəbərlik şəkilçisidir, səhv eləmirəmsə. Mən həkiməm, sən həkimsən də şəxs sonluqları bu Koreya dilində yoxdur. Jonun Emin İmnida. Emnida, hamısı İmnida, İYO ilə belə bitir. O da tekstdən asılıdır artıq. Tekstdən anlamaq lazımdır ki, söhbət nədən gedir, kimdən gedir. 200 dənə cümlə yadımda qalıbdı. Jonun Emin İmnida, Jonun Azərbaycan Saram İmnida. Azərbaycan. Saram. Amma C var idi. C var. Azərbaycan Saram İmnida. Gedib gəlirsiniz Koreyaya ümumiyyətlə. Yəni necə inkişaf elətdirməyə davam edirsiniz? Sadəcə oxumalarla mı, yoxsa filmlərlə mi, yoxsa yəni Məhz 1 illik o mübadilə proqramından sonra 2 dəfə olmuşam mən Koreyada, 2016 və 17-ci illərdə treyninqlər olur. Koreyaya getmək şansları çoxdur əslində. Bir müəllim olaraq, təhsil işçisi olaraq deyim. 2017-ci ildə treyninqə getmişdim, 2016-cı ildə workshop var idi, ora getmişdim. Biri üçün indi müraciət eləmişəm, bu ayın sonunda bəlli olacaq. Dövlət ödənişsiz sizi göndərir. Demək olar ki, ödənişsizdir. Ya da çox cüzi birisi. Məsələn, 30% bileti deyək ki, mən qarşılamalıyam, 70% onlar qarşılamır, orada qalmaqdır, yeməkdir və s. hamısı onlardan. Bunu təşkil edən Azərbaycan Azərbaycan. Koreya səfirliyidir. Səfirlik deməyək.
Məsələn, Koreyanın Dil İnstitutu var, o təşkil edir. Əksəriyyətini Koreyanın Dil İnstitutu təşkil edir. Mən getdiklərimin hamısı bəli, Koreyanın Dil İnstitutu. Yəni Azərbaycan bu cəhətdən sizə heç bir dəstək olmur yəni. Nə qəribə. Digər tərəfdən də Koreya dilini inkişaf elətdirmə məsələsinə gələndə son zamanlar əslində mən 1-ci və 2-ci kurslara dərs verirəm. Bizim kafedralar elə bölünüb ki, 1-ci, 2-ci kurslara dərs deyən müəllimlər bir kafedrada cəmləşiblər, 3-4-də digər kafedradadır. O baxımdan yəni biraz daha asan 1-ci, 2-ci kursların səviyyəsi daha aşağı olur da istər-istəməz. Son zamanlar özümdə də yəni ancaq asan sözlərdən istifadə edirəm, daha aşağı və yaxud da orta səviyyənin sözlərindən istifadə edirəm və bu məni narahat eləyir əslində. Ona görə 3-4-ə keçmək istəyirsiniz, yəni yavaş-yavaş. 3-4-ə keçmək deyilən bir şey yoxdur. Bizdə 3-4-də tərcümə dərsləridir. Bizdə əvvəl elə idi ki, kafedralar qarışıq idi. Müəllim hansı kafedradan istəyirsə dərs götürə bilərdi. Mən eyni zamanda həm dili tədris eləyib aşağı kurslara, həm də yuxarı kurslara tərcümə dərsini deyə bilirdim. İndi elə bir şansımız yoxdur bizim. Ya ancaq aşağı səviyyəyə 1-ci, 2-ci kurslara dərs deməliyik, ya da 3-cü, 4-cü kurslara dərs deməliyik. Artıq müəllimlər də dərs deyib müəyyən qədər material toplamışıq deyənə bu günə qədər. O baxımdan dəyişməyi heç kim istəmir. Amma yayda məsələn podkastlara və sair qulaq asıram, Koreya dilində tələbələrə də tövsiyə edirəm. Sonra kitab tərcümələrində düzdür, kitab tərcüməsi elədir ki, gündəlik danışıq üçün bəzən yararlı olmaya bilər sözlər, amma müəyyən qədər yenə qatqıda olur. Bir də məsələn yayda dediyim kimi biraz daha prezidentlərinin olsun, nə bilim, dövlət xadimlərinin olsun, nitqlərinə qulaq asıb tərcümə eləməyi də düşünürəm. Özüm elə belə şifahi tərcümə eləyim. Özünüz üçün tərcümə edirsiniz. Özüm üçün eləyim, bəli, özüm. Məsələn, danışsın, saxlayım, tərcümə eləyim, bilmədiyim sözü axtarım, tapım, yeni dili inkişaf elətdirim. Çünki tərcümə dərsi deyəndə mən tibbi tərcümədə demişdim. Tibb sahəsində bir xeyli söz öyrənmişdim. İstər-istəməz, çünki Koreya dili ümumiyyətlə əcnəbi dil elə bir dildir ki, ana dili deyil. Mükəmməl ola bilmərik. Xüsusilə əgər orada yaşamıramsa mən, mükəmməl ola bilmərik. Ona görə bəzi sahələrin içərisində olmaq lazımdır ki, onu öyrənək. Mən özüm turizm sahəsinin içərisində işləmişəm. Dil müəllim kimi işləməmişdən əvvəl 2014-cü ildə bələdçi kimi də işləmişəm. Sonra tur şirkətində işləmişəm. Bura gələn Koreyalıları qarşılayırdınız. Bəli, bura gələn Koreyalıları qarşılayırdıq. Sonra onların sənədləri üçün müraciət edirdik. Viza sənədləri olsun, bura gəlib əgər uzun müddət yaşayacaqsa miqrasiya sənədləri olsun, müraciət eləyirdik və o həmin dövrdə o sənədlərlə bağlı o qədər söz öyrənmişdim ki, bir müddətdə ancaq onları istifadə eləyirdim. Özüm belə artıq bezirdim ki, yəni mən nə qədər eyni sözləri istifadə eləyirəm, başqa bir söz bilmirəmmi? Demək istədiyim odur ki, müəyyən bir sahənin içində olmalısan və yaxud da müəyyən bir dərsi tədris eləməlisən ki, müəyyən bir sahəyə aid dərsi tədris eləməlisən ki, mənimsəyə biləsən o sözləri. Çox sağ olun gəldiyinizə görə. Həqiqətən mənə də xoş oldu. Uzun müddətdən sonra. Bunu xoş bir xatirə kimi o Koreya dili məndə qaldı. Yəni möhtəşəm idi. Yəni mən sevinirəm ki, yəni həyatımda o bir il falan təhsil almışdım deyəsən 2. Hətta yəni 1-ci semestri bitirib sonra dəyişə də bilirdik. Biz qəsdən götürmüşdük 2-ci semestr ki, yəni həm mədəniyyətini çox bəyənmişdik, həm sizin dərs keçmə metodunuz möhtəşəm idi. Bir də yüksək bal verdiniz. Onu açıqlama gətirim əslində. Mən Dillər Universitetində bizdə ixtisasdır. Hal-hazırda Mühəndislik Universitetində də dərs deyirəm. Dillər Universitetində ixtisas olduğuna görə biraz daha üstünə düşürük. Amma yəni Xəzər Universitetində seçmə fənnidir və ixtisas olaraq səhv eləmirəm sizdə mühəndisliyə Koreya dili nə dərəcədə kömək eləyəcəkdi? Müəyyən qədər sevdirməyə çalışırdım sadəcə. Zaten o möhtəşəm idi. Yəni həm sevirdik. Biz onunla bağlı fərqli layihələr də eləmişdik. Hətta bir videonu YouTube-a da yükləmişdik. 3 nəfər bir yerdə eləmişdik. Sorğu keçirdim. Sorğu keçirmişdik. Çox xoşuma gəlmişdi. Çox gözəl idi. Yes. Çox təşəkkür edirəm hər şeyə görə. Yenə Könül xanımı mən qonaq olaraq çağırmağı çox istəyirəm. Əgər fərqli suallarınız olarsa, buyurun yazın. Mən bu video nə bilim 10.000 falan izlənəndə Könül xanımı bir daha dəvət eləyərəm. Sağ olun, təşəkkür edirəm.